Rüfət həkim, cinsi yolla yoluxan infeksiyalar urologiya sahəsinə aiddirmi? Aiddirsə də bunun müayinə və müalicə yolları hansılardır? Bu belə bir sahədir ki, necə ki, nefrologiya və urologiya və yaxud da urologiya və ginekologiya, bunlar hamısı konflikt xəstəlikləri, toqquşma xəstəlikləri var. Bu da elədir. Yəni, cinsi yolla yoluxan infeksiyalar həm urologlar tərəfindən müayinə və müalicə oluna bilər və eyni zamanda dermatoveneroloqlarla, yəni dəri zöhrəvi həkimlər tərəfindən müayinə və müalicə oluna bilər. Bu xəstəliklərə hər bir sahə qarışa bilər. Biz tərəfdən, uroloqlar tərəfdən əlavə müayinə üsulları tətbiq olunula bilər, hansı ki, o dermatoveneroloq bunu edə bilmir. Nədir bu? Adi desək, kandilomalar, hansı ki, o cinsi yolla yoluxur, kişilərimiz əsasən, belə hallarda elə vəziyyət ola bilər ki, xəstələrin kanalına həmin bu papillomalar keçə bilər, kandilomalar keçə bilər. Belə hallarda kanala keçib müayinə etmək lazımdır və o kandilomanı lazer üsulu ilə çıxartmaq lazımdır. Hətta bəzən olur ki, həmin kanala maddələr də vurulmalıdır. Bu artıq sırf urologiya sahəsidir. Bunu dermatoveneroloq edə bilmir. Belə isə ən əsas tez-tez rastlaşan xəstəliklərdən biri tripper deyirlər, gonoreya da deyirlər və bu halda həm dermatoveneroloq və həm uroloq öz müalicəsini tətbiq edə bilər. Burada çox zaman xəstənin verdiyi şikayətlərdir və tarixçəsidir. Çox zaman deyirlər ki, getdim, cinsi yolla yoluxdum bu xəstəliyə və şikayətlər başlayır. Şikayətlər nədir? Sidik kanalından axıntı, çirk, qoxu gəlməsi bu əsas şikayətlərdən biri sayılır və bu bizə əsas verir ki, artıq bu xəstədə gonoreya və yaxud da digər xəstəlik ola bilər. Gonoreyanı nəyə görə vurğuluyorum ən birinci növbədə? Çünki belə bir xəstəliklərdə gələcəkdə sidik kanalının daralması ola bilər, yarana bilər və bu artıq urologiya sahəsinə aiddir. Bu olmasın deyə vaxtında müvafiq müalicə üsulu tətbiq edilməlidir. Yox, belə şey baş verərsə artıq uroloji üsulla bu kanalı aşmaq lazımdır. Misal üçün, mənim özümə bir çox xəstə müraciət edib ki, onlara vaxtında müvafiq, düzgün müalicə aparılmayıb və gonoreyanın nəticəsində sidik kanalında daralma əmələ gəlibdir. Qısa və yaxud da uzun məsafəli daralma əmələ gəlibdir və bunun yeganə üsulu əməliyyatdır. Ona görə belə hallarda xəstələrimizə düzgün müalicə üsulu tətbiq etməliyik. Və digər xəstəliklərdən biri trixomanoz xəstəliyidir. Belə hallarda nəinki sidik kanalında olan şikayətlər yaranır, gələcəkdə hətta bu xayaların artımında, əsasən xayaların artımında olan bir şikayətlər yaradır. Belə xəstələrdə çox vaxtı xaya ağrısı deyirlər, amma müayinə etdikdə görürsən ki, xaya artımının infeksiyasıdır, sərtləşməsidir. Çünki bu öz-özünə heç vaxt infeksiya, xayalara, xaya artımına dəridən keçəsi deyil. Yalnız bir üsulla keçə bilər, prostatla. Yəni, kanaldan prostata keçir, prostatdan da həmin o duktus deyilən toxum kisəciklərinə gedən yollardan, oradan infeksiya geri qayıdır, gəlir xayaların artımına oturur və xroniki şikayətlər yaradır. Belə halda çox vaxtı prostat və xayaların artımının infeksiyasına müalicə yazılmalıdır. Kompleks müalicə deyilir. Orada yenə də xüsusi yanaşırıq, individual yanaşırıq, hansı antibiotik və digər dərmanlardan istifadə olunmalıdır və s. Mənim elə təcrübəmdə bir çox xəstə xaya ağrıları ilə müraciət ediblər, onlara yanlış müalicə üsulları tətbiq ediblər və bir kursdan sonra xəstələrdə artıq müsbət nəticələr əldə ediblər, razı qalıblar. Bu təbii ki, xoş bir xəbər olur. Nəinki onların üçün, hətta mənim üçün də. Çünki xroniki xaya ağrıları çox insanı haldan salan bir ağrılardır. Gündəlik həyat tərzində, gedişində təsir edən bir xəstəlikdir. Belə halda həmin o dediyim bayaqları zöhrəvi xəstəliklər buna səbəb ola bilir və çox zamanda elə səbəbi elə bu olur. Belə halda hətta xroniki forma olsa da bunun müalicəsi var, tətbiq etmək olar, denemək olar. Ən belə çətin halda həm xaya artımı çıxarıla bilər.
O da yenə də cavan adamda bu tətbiq olunmur, yaşlı adamda da bunu tətbiq edirik. Ağır forma olarsa təbii ki, buna əl atmağa məcburuq. Zöhrəvi xəstəliklərdən, yəni cinsi yolla yoluxan xəstəliklərdən bir neçə xəstəliklər var ki, çox vaxt mən rastlaşıram, xəstələr müraciət edir, digər həkimlər tərəfindən müalicə alıblar. Belə halda baxıram, həm gülməyim gəlir, həm ağlamağım gəlir. Nə mənada? Çünki ureoplazma deyilən xəstəlik, Gardnerella deyilən xəstəlik əgər şikayət yaratmırsa, şikayət nədir? Yəni kanalda olan şikayətlərdən gedir söhbət. Onu müalicə etməyə ehtiyac yoxdur. Çünki bu adi infeksiyalardan biri sayılır. Əgər bir xəstə çox vaxt elə bununla əlaqədar olur, kişi sonsuzluğu mənə müraciət edirsə, göstərir ki, filan həkim mənə bu diaqnozu qoyub və müalicə edibdir. Xeyr, bu səbəblərdən biri sayılmır və müalicəsi də düzgün deyil. Çünki onun səbəbi tam başqa olur. Ureoplazma, Gardnerella əgər kanalda şikayət yaratmırsa, onun da müalicəsi edilməməlidir. Aldanmayaq buna. Və yekun olaraq, yəni deyirəm, zöhrəvi xəstəliklərdə hər zaman düzgün müayinə aparılmalıdır. Xəstənin şikayəti çox önəmlidir. Çox önəmlidir və belə halda şikayətlərə uyğun olaraq müayinə aparılır və o müayinələrin nəticəsində diaqnoz qoyulur. O diaqnozun nəticəsində də müvafiq olaraq müalicə tətbiq edilir. Bu qədər.